Hədis-i qüdsidə Allah bu ayın barəsində buyurur. Buyurur, hər kəs bu ayın hörmətini saxlasa, o Allaha yaxınlaşar. Allah özü buyurur ki, وَجَعَلْتُ هَذَا الشَّهْرَ حَبْلًا بَيْنِي وَبَيْنَ عِبَادِي. Bu ayı, yəni Rəcəb ayını, bəndələrimlə öz aramda ip qərar verdim. فَمَنِ اعْتَسَمَ بِهِ وَصَلَ إِلَيَّ. Hər kəs o ipdən yapışsa, o mənə çatar. Onlar kamil, onlar ən yüksək ali məqam bir insan. Bu aya hörmətlə yanaşmaq insana bax bunu verər ki, insan Allaha yaxınlaşsın və Allahın rəhməti ona nazil olsun. Nə edək? Cavab budur ki, əməllərimizə diqqət edək. Hər bir müsəlman hər ayda olduğu kimi bu ayda xüsusi olaraq ibadətinə, itaətinə, əməllərinə diqqət eləməlidir. Öyrənməlidir, Şükrallaha Məfatihul Cinan kitabı var. Öyrənməlidir ki, bu ayda hansı əməllər edərdi peyğəmbərlər, məsum insanlar, övliyalar bu ay gələndə bu ayın hörmətini necə saxlayardılar. Buyurur, bu ayın hörmətini saxlamaq üçün gərək bu ayda bu ayın xüsusi əməllərinə insan biraz çox vaxt ayıra. Məişətində müəyyən işlərə vaxt ayırdığı kimi, dinində, axirətə gedən yolunda da gərək müəyyən vaxt ayırsın. Xüsusi olaraq Rəcəb ayı üçün. Necə namaz vaxtı gələndə insan vaxt ayırır namaza, necə məsələn görüş vaxtı gələndə insan görüşə vaxt ayırır, çay içməyə vaxt ayırır, yemək yeməyə vaxt ayırır. İndi insanı Allaha yaxınlaşdıran bu əməllərə də insan vaxt ayırmalıdır. Əgər ayırmasa, onun deməli elə imanı o dərəcəyə qədər yüksəlməyib. Biz ki deyirik, biz Əlinin şiəsiyik, Əhl-i Beytin şiəsiyik, möminik, müsəlmanıq. Allah mömini bu ayda nə cür görmək istəyir? Əli əleyhissalam şiəsini bu ayda nə cür görmək istəyir? Deyir, bu ayın zikirlərindən oxu, bu ayın orucundan tut, bu aya məxsus olan əməllərdən, ibadətlərdən elə. Vacib onsuz da vacibdir. Sən vacibi eləməlisən. O ki sənə namaz vacibdir, onu eləməlisən. Amma bəzi əməllər də var, bəzi zikirlər də var, o müstəhəbbidir. Bəzi insanlar ancaq vacibləri tuturlar, müstəhəbbilərlə işləri yoxdur. Əşi, müstəhəbbidir də, amma elə olmamalıdır. Həqiqətən mömin olan insan necə vacibi yerinə yetirirsə, ondan da artıq müstəhəbbə həvəs göstərməlidir. Bizim məsumlarımız gecə səhərə qədər namaz qılmaq, gündüzləri oruç tutmaq. İmam Səccad ağa, İmam Səccad əleyhissalam onun xidmətçilərindən birinə sual verirlər. Deyirlər ki, sən ağanın xidmətçisisən, daim onun yanında olan bir insansan. Ağanı mənim üçün tərif elə. Həmin xidmətçi deyir, uzun deyim, yoxsa qısa, deyir, qısa de. Deyir, mən xidmətçiyəmsə, gündüz ona yemək bişirmədim, gecə də yer salmadım. O gündüzləri oruç tutub, gecələri namaz qılırdı. İndi bu məqam doğrudan da böyük bir məqamdır. Amma insan heç olmasa bu məqamın az hissəsin, az faizində olsa, vaciblərdən əlavə bir müstəhəbbi də qılsa, məsələn, şam namazını insan qılır, durur ayağa birğufeyləni də qılır. Hədisdə var ki, hər kəsğufeyləni qılsa, onun cəhənnəm olması, əhli olması mümkün deyil.Ğufeyləni qılan insanın cəhənnəmə getməsi mümkün deyil. İndi bundan bir yana da hamısığufeyləni risalədə oxuyacaqlar, axtaracaqlar. O da Allaha görə olmayacaq da. Birinə dedim, dedi, yo da mən qılmıram. Dedim, niyə? Dedi, da indiyəcən qılmamışam, bundan bir yana qılsam, onda ona görə olacaq da. Qoy özümə hazırlayayım, qılanda Allaha görə qılım. Müstəhəbbi əməl sırf Allah üçün olur. Vacib əməl ola bilsin ki, sən vacibi vacib olduğuna görə yerinə yetirirsən. Məsələn, mübarək Ramazan ayında oruç tutmaq. Kimin nə ixtiyarı var ki, oruç tutmasın? Oruç tutanların bəziləri mümkündür ki, vacib olduğuna görə, könüllü deyil axı, məcburidir, tutmalısan, tutmasan kəffarə gələcək boynuva, 60 nəfər gərək fəqirə taam verəsən, 60 gün oruç tutasan və yaxud da bir qul azad eləyəsən. Kimdir bunları eləyən? Elə bir gün day çarəm kəsilib də axşama can ac qalaram, təki bunlar gəlməsin mənim boynuma. Mümkündür bəzi adam Ramazanın orucun vacibliyinə görə tuta, Allaha görə tutmaya. Namazı da həmçinin. Mümkündür bir adam namazı vacib olduğuna görə qılır ki, qılmasam Allah mənə orada kötəkləyər. Ona görə qoy bəri başdan qılım ki, orada Allahdan əzab yeməyim.
Amma müstəhəbb olan əməli insan könüllü olaraq yerinə yetirdiyi üçün o 100% Allaha görə olur. Oruc da tutsa Allaha görə olur. Tüm müstəhəbbi də bu bunu tutmaya da bilər, amma tutur. Bu bunu qılmaya da bilər, amma gör nə yaxşı mömindir ki, onu da qılır. Həzrəti Əli əleyhissalama sual verdilər. Dedilər, ağa, sən namaz qılanda əba çiynindən düşür, xəbərin olmur. Allaha, namaza elə bağlanırsan ki, bu dünyadan tamamilə təcrid olunursan. Yanında biri danışsa eşitmirsən, biri səni çağırsa eşitmirsən. Ayağından oxu çıxartdılar, xəbərin olmadı. Ayağına ox batmışdı, İmam Həsən ağa dedi ki, onu belə çıxartsaz əziyyət çəkəcək. Gedin namazda, səcdiyə gedəndə öz işimizi görün. Ağa səcdəni onsuz da uzun eləyir. Ağa səcdiyə gedəndə gəldilər, oxu dartdılar, çıxartdılar ayağından. Xəbəri olmadı. Ağa biz nə cür eləyək ki, bu cür namaz qılaq? Mənə elə gəlir ki, elə bir namaz qılan yoxdur ki, İstəməsin ki, mənim namazım bu cür olmasın. Hər bir namaz qılan istəyər ki, elə namazı bu cür olsun da. Elə möminlərin demək olar ki, əksər sualları budur ki, nə cür eləyim ki, namazım ora-bura getməsin. Fikrim namazda. İndi biz də o məqamın sahibi deyilik ki, cavab verək ki, hə, məsələn, bu cür elə. Çünki elə özümüzə onu eləyərik də. Mənim də, məsələn, fikrim görürsən dağılır, başqa-başqa yerlərə gedir. Deyir bir nəfər, gəldi namaz qıldı məsciddə, məscidin içəri girəndə gördü birinci dəfə idi gəlirdi. Minarəsi yoxdur. Gəldi namaz qılmağa, namaza başlayanda imkanlı adam idi. Fikirləşdi ki, bir hardan usta tapım, daş alım, qum alım, sement alım, bunun üçün bir məscid üçün minarə tikdirim. Başladım deyir usta fikirləşməyə, ustanın pulun fikirləşməyə, daşı fikirləşməyə, minarə bir də gördüm ki, namaz qutarıb, amma mən minarəni elə tikib qutarmamışam. Nə edim ki, fikrim ora-bura getməsin, düzdür bu sözü mənə deyirlər. Bir nəfər möminlərdən sual verəndə ki, nə edim ki, namaz qılanda fikrim Allahda olsun, fikrim qarışmasın, fikrim başqa yerlərə getməsin. Belə məsciddə idi, dedim, əsas odur ki, özün buradasan, fikrin o yan bir yana geçsə də olar. İndi bizim məqamımıza, bizim səviyyəmizə uyğun odur ki, əsas odur ki, özün buradayam. Eybi o fikir bu gün gedir də, sabah inşallah Allah kömək olar, getməz. İndi o sualı verirlər, ağıya. Deyirlər, ağa, nə edək ki, səni kimi biz namaz qılaq? Əli əleyhissalam buyurur ki, siz mən kimi yola bilmərsiniz. Sizin taqətiniz çatmaz mənim ibadətimə. Doğrudan da o cürdür. Heç kəsin aləmdə gücü çatmaz Həzrəti Əlinin etdiyi ibadəti eləyə. Hədislər var bu barədə. Əli əleyhissalamın ibadətin ağırlığından danışır o hədislər ki, necə ağa ibadət eləyərdi. Ağa buyurur ki, siz bu cür ola bilmərsiniz, amma sizə bir tövsiyəm var. Ağa buyurur ki, vaciblərlə kifayətlənməyin. Namaz qıldız vacibi, 2 rəkətdə bir artıq müstəhəbbi qıl. O sənin vacibindəki əyərəsiyi düzəldəcək. Əgər zəkat verdin, ola bilər ki, sənin zəkatında əyərəsi olsun. Müstəhəbbi sədəqə də ver. 1 manat, 5 manat, düşdü ver. Məxsusən də bu ayda gəlib oxuyacağıq. Sədəqə verməyin böyük savabı var. Düşdü ver. O sənin müstəhəbbi sədəqə, vacib sədəqəndəki əyərəsiyi düzəldəcək. Bir dəfə həccə getmisən, ola bilər ki, mənəvi baxımdan o həccdə qüsurların olub. Şəriət baxımından düz eləmisən, ha. Amma mənəvi baxımından o ariflərin, böyük insanların, peyğəmbərlərin, məsumların etdiyi həcci sən edə bilməmisən. Deyir, bir dəfə getmisən, imkan var ikinci müstəhəbbisinə get, ümriyə get. O müstəhəb vacibi dolduracaq. Amma biz nə edirik? Biz ancaq vaciblə kifayətlənirik. Bir dənə vacibi qılaq, ondan sonra qutarsın. Yox. Nə qədər imkan var müstəhəbbilərdən elə. Sədəqə, namaz, həcc, imkan var müstəhəbbiləri elə. O da bir də görərsən Allah səni, elə fikirləşirsən, sualın cavabını axtarmaq istəyirsən ki, nə edim o cür namaz qılım? Allah buyurur sən elə bir dənə bunları elə, arxasından işin olmasın, o arxasına mən çatdıracam səni. Amma yox, biz deyirik, yox, müstəhəbbilər, yox. Onu eləmək istəmirik, bir yandan da o məqama çatmaq istəyirik. Olmaz. Ona görə də bu ayda fürsətdir. Adam bir müstəhəbbi namaz artıq qıla, bir müstəhəbbi oruç tuta, bir müstəhəbbi sədəqə verə və Məfatihül Cinanda olan müstəhəbbi zikirlər var ki, bir neçəsini gəlib mən də oxuyacam. Onlardan eləyə, bu sırf onu göstərir ki, bu insanın ibadəti da fərq eləməz. Bax, bizim üçün fərq eləyir.
vacib olsun, müstəhəb eybi yox. Amma əsl ibadət eləyənlərə ibadətin vacib müstəhəbliyi fərq eləməz. Onun üçün ibadət olsun. İstər vacib, istər müstəhəb. Hər ikisini həvəslə, şövqlə yerinə yetirəcək. Müstəhəbbi elə yerinə yetirəcək ki, sanki buna vacibdir. Ariflərdən birinə dedilər. Dedilər, sən nə cür oldun irfanda bu məqama çatdın? Dedi, mən müstəhəbbiləri özümə vacib eləmişdim. Məkruh olan şeyləri də özümə haram eləmişdim. Ona görə mən oldum arif. Yəni, kiçik əməllər görürsən insanı böyüdər. Və insan yəqin bilsin ki, Allah da bu əməllərə kiçik də olsa, az da olsa böyük əcirlər verir. Allah bu ayda onu çağıranları eşidir və onlara cavab verir. Hər bir insan ki Allahı çağırır, Allahın elə bir çağırışı yoxdur ki Allah onu cavabsız qoysun. Bu mümkün olan bir şey deyil. Çünki sən dara düşmüsən, bəlanın içindəsən, günah girdabının, burulğanın içərisində gedirsən, indi Allahı səsləyirsən. Əlivi uzatmısan, Əl əleyhissalam demişkən, Allah yapış mənim əlimdən, Allahdan istəyirsən. İndi Allahın ali cənablığından uzaqdır ki, sənin mənim səsimə səs verməsin. Görürsən, dara düşəndə əlimizi yatırıq, bir ali cənab insandan kömək istəyirik, o yol gedir. Bizim səsimizi eşitsək, çönür, baxır, görür ki, biz doğrudan da boğuluruq. O özünə sığışdırmır ki, bu məni yaxı çağırır, mən bunun ümid yeriyəm, niyə mən buna səsinə səs verməyim? Gəlir, özünə sığışdırmır, gəlir onu yordan çıxartır. Allah sonsuz alicənab bir varlıqdır. Allah sonsuz gözəlliyə, kamilliyə malik olan bir varlıqdır. Allahın Allahlığına sığışmaz ki, sən onu çağırasan, o sənə səs verməsin. İndi Allah cisim deyil ki, səsinə səslə cavab versin. Allah bizim səsimizə əməllə cavab verir. Gördüyü, bizə qarşı gördüyü işlə cavab verir. Allahın bizə qarşı gördüyü ən böyük iş odur ki, hal-hazırda sən mən gəlib oturmuşuq, əllərimizi açmışıq, Allahımızı çağırırıq. Deməli, bu onu göstərir ki, Allah bizi qəbul edib. İndi Allah istəyimizi qəbul etməsə də olar. Əsas odur ki, o bizi qəbul edib. Sənin gəlib oturub Allahı çağırmağın bax mənası budur. Elə bir getmişsən böyük bir insanın qapısına, o elə səni qapıdan yola salır, istəyi verir, yola salır. Bir də var ki, sən orada istəyi alırsan. Bir də var ki, o səni çıxır, qarşılayır, hörmətlə, ehtiramla gətirir, əyləşdirir öz yanında. Sənin üçün bir çay gətirir, bir süfrə açır, səni məhəbbətlə dinləyir. Xülasə desək, səni qəbul elədi bu böyük insan. Səni o 5 dəqiqə, 10 dəqiqədə qəbul eləsə, o insana elə şirin gəlir ki, adamın heç o böyük insan istəyini yerinə yetirməsə də artıq buna bəs eləyir. Yəni, Allah insanın istəyin verməsə də, hacətin yerinə, onsuz da yetirəcək, söz verib. Amma belə zahirdə insanın Allahı çağıranın istəyin yerinə yetirməsə də, amma Allah ona bu lütfi eləyib də, qəbul eləyib. Adam var ki, bir ömür yaşayıb, heç vaxtı bir dəfə Allaha əl açıb dua eləyə bilməyib. Bədbəxtçiliyin dərəcəsinə bax. Bir dəfə Allahı çağıra bilməyib. Niyə? Çünki günahlar qoymayıb. Əl əleyhissalam buyurur ki, Allahumməğfir liyyəz-zunubəlləti təhbisud-dua. Allah mənim duamı həbs eləyən günahlarımı bağışla. O günahlar ki, qoymaz məni dua etməyə. Allah, sən bugün ki mənə qismət eləmisən, mən sənin qapında əl açmışam, səni çağırıram. Allah, bu mənim üçün bəsdir də. Mən elə başqasının qapısında əl açmamışam, ora getməmişəm, məni öz qapıva gətirmisən, bu mənim üçün bəsdir. Ona görə də Allah Allahlığından uzaqdır ki, gələ insan, onu çağıran insanın səsinə səs verməyə. O da hədislərdə var, Allah Taala buyurur Peyğəmbərə ki, ey mənim Peyğəmbərim, ənə cəlisu mən caləsəni. Hər kəs gəlsə mənimlə otursa, mən də onunla oturaram. Məcazi mənada. Buyurur, və qafiru mən istəğfərəni. Hər kəs gəlsə məndən bağışlanmaq diləsə, desə, ay Allah, səhv etmişəm, bilməmişəm, cahil olmuşam, anlamamışam. Allah buyurur, mən onu bağışlaram. Və muti'u mən ətağəni. Peyğəmbərə buyurur, Allah, hər kəs mənə itaət eləsə, mən də ona itaət eləyərəm. Hər kəs mənim sözümə baxsa, mən də onun sözünə baxaram. Ona görə də bu ayda, bu ayın o müstəhəbbi əməllərini insan yerinə yetirsə, insana bax bu məqamları verər. O müstəhəbbi əməllərdən biri budur ki, Tövhid surəsini bu ay ərzində 1000 dəfə oxuya. Qul huvallahu əhəd, Allahu səməd ta axıra qədər. 1000 dəfə oxuya. Gündə yox ha, bir ay ərzində. Məsələn, təsbihi insan götürə, gündə 100 dənə desə, 10 günə qutarar da. Gündə 50 dənə desə, 20 günə qutarar.
bir ay ərzində 1000 dəfə qul huvallahı oxusun. 1000 dəfə də la ilahə illallahı oxusun. Və o şükür Allaha listlər paylanılıb, orada da əlavələri var. Və hər kəs də istəsə artıq bilsin, Məfatihul Cinanda var. Deyir, bu ayın ən mötəbər əməllərindən biri də oruç tutmaqdır. Məxsusən də isti vaxtlara düşür. Əziyyət olsa da, amma böyük əcri var. Böyük əcri var. Peyğəmbər buyurur ki, isti yay günündə oruç tutan Allah yolunda cihad eləyən şəxsə bənzəyir. O cihaddan mümkündür qaça, amma sən bu cihaddan qaçmırsan, dözürsən ta Şama qədər. Allahın gör nə boyda əcri olar insana. Bir insan ki, ona görə könüllü olaraq oruç tutar. Hədisdə var ki, Rəcəb ayında oruç tutmaq insanın ölümdən sonraki həyatına da çox faydalıdır. İnsanın can verən anından ta qiyamətə qədər bərzəx aləmində, hətta qiyamətin özündə də Rəcəb ayının orucu çatır insanın köməyinə. Hər kəs bu aydan oruç tutsa, indi gəlib oxuyacağıq, ən azı bir gün oruç tutsa, heç olmasa bir gün. Allah ona nə boyda böyük bir mükafat verir, ölüm anından etibarən üzü o yana. Savban adında bir şəxs var idi Peyğəmbərimizin sahabəsi. Deyir, Peyğəmbərlə birgə gedirdik, qəbristanlıqdan keçirdik. Peyğəmbər bir yerdə dayandı. Biraz dayanandan sonra yenə başladı getməyə. Biraz getdi, yenə dayandı. Peyğəmbər bir neçə dəfə getdi, dayandı. Axırda biz Peyğəmbərdən soruşduq ki, ya Rasulallah, səbəb nədir? Həzrəti Peyğəmbər başladı ağlamağa. Savban deyir, Peyğəmbər elə möhkəm ağladı qəbristanlıqda ki, biz də başladıq ağlamağa. Soruşduq ki, ya Rasulallah, niyə ağlayırsınız axı? Nə olub? Nə baş verib? Peyğəmbər buyurur ki, siz eşitmədiniz. Mən bu qəbristanlıq əhlinin əzabdan çəkdiyi naləsini eşitdim. Rəhmim gəldi. Dua elədim Allaha ki, Allah onların günahından, əzabından yüngülləşdir. Ona görə gedə bilmirdim. O səs məni qoymurdu. Deyir, ey Savban, üzün tutur səhabələrinə, həmin şəxsə. Deyir, ey Savban, lav samu haula, əgər bu qəbristanlıqda yatanlar oruç tutsaydılar əyyamə Rəcəb, Rəcəbin günlərində və qamu fiha gecələrində oyaq qalsaydılar, onlar ma'uzzibu fi quburihim, bu dəqiqə qəbirlərdə əzab çəkməzdilər. Yəni qəbrin əzabını götürür Rəcəbin orucu. Deyir, dedim ya Rasulallah, bir gün oruç tutmaq, bir gecə səhərə qədər oyaq qalmaq, buna görə Allah qəbr əzabını götürər. Peyğəmbər buyurdu, and olsun məni Peyğəmbərliyə seçən Allaha. Hər kəs ümmətimdən kişi qadın fərq eləməz, bir gün oruç tutsa, gecəni də sübhə qədər oyaq qalsa, Allah ona 1000 il ibadətin savabını yazar, 1000 həccin savabını yazar. Elə bil o adam 1000 nəfər acın qarnını doyurub. Elə bil o adam 1000 dəfə Allah yolunda cihad eləyib. Deyir, Peyğəmbər bu boyda əzəmətli savabları sayanda Savban təəccüblənir, yenə də soruşur ki, ya Rasulallah, bir gün oruca bu boyda savab, bunlar kimə verilər? Bu qədər savab kimə verilər? Həzrət buyurdu ki, haza limən, bu qədər savab o adama verilər ki, la yunkirə qudrətəllah, Allahın qüdrətini inkar eləməyə. Sən Allahın verməsində şübhə eləyirsən? Ya mən yu'til kəthirə bil qalil, ey azın müqabilində çox verən Allah. Allah baxır sənin az əməli var, amma verəndə çox verir. Deyir, bu ayın əməllərindən biri budur ki, qəbrin əzabını insandan götürər oruc. Salim adında bir şəxs var idi, İmam Sadiq ağanın sahabələrindən idi. Deyir, Rəcəb ayının axırına bir neçə gün qalmışdı. Gəldim imamın yanına, imam baxdı mənə, dedi, ya Salim, həl sumtə fi hazə şəhr, bu ayda heç oruç tutdun? Dedim, la vallah, yəbnə Rasulillah, xeyr ey Peyğəmbər balası. İmam buyurdu ki, sən elə bir savabı mükafatı əlindən vermisən ki, onun miqdarın Allahdan başqa heç kəs bilmir. İmam buyurdu ki, İnnə hazə şəhr, həqiqətən bu ay, qəd fəzzələhullah, Allah bu ayı fəzilətləndirib və əzzəmə hürmətəhu, onun hörmətini uca tutub və əvcəbə lis-saiminə fihi kəramətəhu, Allah bu ayda oruç tutanlara öz ağalığın yazıb, kəramətin yazıb. Yəni bu ayda oruç tutan insanlara Allah ali cənablıq bəxş eləyər. Deyir, Salim deyir, ağa mən bir neçə gün qalıb,
Bir neçə gündən sonra artıq Rəcəb gedir, siz də deyirsiniz ki, böyük bir savabı əlinizdən vermisiniz. İndi mən bir gün oruç tutsam, o dediyiniz savabın heç olmasa birazına yetişə bilərəm. İmam cavabında buyurur ki, hər kəs Rəcəbin axırından bir gün oruç tutsa, Allah onu ölüm anında ən çətin vəziyyətdən çıxarar. Ölüm anında hər bir kəsə ağrılar gəlir. Elə ağrı ki, onu heç bir ağrıya bənzətmək olmur. Buyurur, o ağrılardan xilas eləyər Allah. Rəcəbin orucunun gücünə bax. Buyurur, qəbrin əzabını ondan götürər. Nəkir-i münkəri sorğu sualına göndərməz. Deyir, İmam Sadiq ağa başqa bir hədisində buyurur ki, elə ki qiyamət günü yoldu, İzâ kânə yevmul qiyamə, nâdâ münâdim min bitanil ərş, ərşdən bir carçı car eləyər, nida eləyər məhşər əhlinə, deyər, əynər rəcəbiyyun, rəcəbilər hardadır? Bu zaman bir dəstə insan qalxar yerindən. Buyurur, o insanların üzündə elə nur olar ki, üzlərinin nuri məhşər əhlini işıqlandırar. Başlarında şahların dürr-i yaqutdan toxunmuş tac olar. Allah onun başına dürr-i yaqutdan ibarət tac qoyar. 1000 mələk sağında, 1000 mələk solunda bunu müşayiət eləyər. İmam Sadiq ağa buyurur, bunlar qiyamətdə olacaq. İndi Allah həmin mələklərinə xitab eləyər. Buyurar, ya mələikəti, ey mənim mələklərim, ədxilu ibadi əl-cənnə, mənim bu bəndələrimi daxil eləyin cənnətimə. Hörmətlə, izzətlə mələklər bunları daxil eləyərlər cənnətə. İmam buyurur ki, bu izzət, bu kəramət o adamlar üçündür ki, heç olmayar Rəcəbin ya əvvəlindən, ya ortasından, ya axırından bir gün oruç tuta. Bir gün oruç tutsa Allah bunu eləyəcək insan üçün. İndi buna da deyim, hər kəsin qəza orucu varsa keçmişdən boynunda, o elə bu günlərdə oruç tutmaq istəsə, çünki qəza orucu boynunda olan adam müstəhəb oruç tutmaq olmaz da ona. Ona görə o vacib niyyət eləsin. Desin ki, qəza oruclarımdan tuturam, vacib qürbətən iləllah. Da müstəhəbbi kimi oruç tutmasın. İndi Allah həm qəzanı boynundan götürər, həm də Rəcəbin savabını ona verər, xoş qəzası olanların halına. Deyir, indi bir adam deyər ki, axı mən qocayam, yaşlanmışam, imkan yoxdur tutmağa. Allah Taala onlar üçün də bu ayda bir lütf eləyib, mərhəmət göstərib. Biri xəstədir, mümkündür bu orucu tuta bilməsin, məxsusən də bu isti havalarda. Deyir, o neynəsin? Deyir, gündə 1 dirhəm sədəqə versin. O savab ki, oruca deyilib, Allah verəcək ona. İndi bir adamın da o 1 dirhəmi də yoxdur. O 1 manatı da yoxdur. Neynəsin? Deyir, o onda hər gün 100 dəfə bu zikri desin. Subhanəl ilahil cəlil, paçdır, cəlalətli Tanrı. Subhanə mən la yənbəği təsbih illələh, təsbih ondan başqası üçün deyil. Subhanəl əəzzil əkrəm, İzzət və kəramət sahibi olan Allah paçdır. Subhanə mən ləbisəl izzə, İzzət libasına bürünən paçdır. Və huvə ləhu əhlun, İzzət onunkudur. Bu zikri Allaha desin. Məfatihul Cinanda da var. Həzrəti Peyğəmbər buyurur ki, bu ayda çoxlu istiğfar eləyin, bağışlanmaq diləyin Allahdan. Peyğəmbər buyurur ki, bu ay ümmətimin bağışlanan ayıdır. Bu ay Allah qərar verib ki, bəndələri Allah bağışlasın. Günahsız insan yoxdur. İndi kimində az var, kimində çox var. Eybi yoxdur. Əsas odur ki, insan günahına üzr gətirir. Bəndə həman behkizzə təxsiri xişr, ozır bedərqahı xuda avərəd. Səd-i Şirazi deyir, yaxşı bəndə o bəndədir ki, Allah dərgahına üzr gətirsin. Günahına etiraf eləsin. Deyir, əgər Allahdan bir şey istəmək istəyirsənsə, İstəyirsən əl açıb ona dua eləyəsən, əvvəl 2 şeyi elə, sonra istəyib istə. 1. Allahı əzəmət və qüdrəti ilə yad elə. Denən, ay Allah, sən hər bir şeyə qadirsən. Allah, sən hər bir şeyi yaradansan, hər bir şeyin səbəbkarısan. Allah şəfa verən sənsən, Allah ruzi verən sənsən. Allah, sən sonsuz qüdrətə, kəmala, cəmala maliksən. Allah, sən yenilməz
qüdrət sahibisən. Allahı başda bu dillərlə insana o dəmdə bir hal gələr, görərsən elə sözləri də nəzmə düzüb gedər Allah üçün. Başda Allahı birinci tərif elə. Bunlar onu göstərir ki, yəni bil kimin qapısına gəlmisən dəsən. Bu qapıva gəldiyin, qapısına gəldiyin kəs iki dünyanın şahıdır. İki dünyanın şahı. Sən onun qapısına gəlmisən. Onları de ki biləsən kimin qapısındasan. Bil ki bu qapı elə təsirə malikdir, gədanı döndərər, şah eləyər. Başqa qapılardan fərqli olaraq. Bu qapıda qədalıq eləyən şəxsi Allah döndərər, padşah eləyər. Ona görə Allahı bu dillərlə başda vəsf eləməyə və ikinci, başda özünün çarəsizliyi, gücsüzliyi etiraf eləməyə. De ki, ənə abdukəzzəlil. Ay Allah, mən sənin çarəsiz bəndənəm. Mən sənin qabağında heç kəsəm. Əz-zəif. Allah, mən sənin gücsüz, zəif olan bəndənəm. Başda öz biçarəliyi, zəlilliyi etiraf eləməyə Allaha. Allah, mən günahkaram, taxsirkaram. Allah, mən fəqirəm, yoxsulam, etiraf elə bunları. Yəni bunlar insana mənəviyyət verir, bunlar insanı ucaldır. Allahın xoşu gəlir o insandan ki, Allah qapısına gələndə Allahı birinci adları ilə vəsf eləyir, sonra keçir öz zəifliyini Allaha deyir. Komel duasında əleyhissalam deyir, ya Rabbirham da'fə bədəni. Ay Allah, mənim bədənimin gücsüzlüyünə rəhm elə. Və riqqətə cildi. Ay Allah, mənim dərimin naziliyinə rəhm elə. Mənim bu dərimin naziliyi o qədərdir ki, cəhənnəm otuna dözməz. Ay Allah, mənə rəhm elə. Gücsüzlüyün əleyhissalam etiraf eləyir Allah qabağında. Qorxma, o sənə zəlillik gətirməz, əksinə o sənə izzət verir. Əgər bir başqasının qabağında bunları etiraf eləsən, bu pisdir. Amma Allah qabağında etiraf eləmək insana nəinki zillət, əksinə izzət gətirər. İnsanı kəramət və şərafət sahibi eləyər. Ona görə əgər insan Allahı bu iki adla, bu iki şərtlə daha doğrusu çağırırsa, Allah elə bil ki ona böyük dünyadan da, dünyada olanlardan da qiymətli bir şey verir. Bu adam olur dünyanın ən zəngin adamı. Hardan deyirəm bu sözü? Bir nəfər gəlir İmam-ı Sadıq ağanın yanına, deyir ki, yəbnə Rasulullah, mən fəqirəm, yoxsulam, köməyə ehtiyacım var. Ağa buyurur ki, Allahı tanıyırsan? Deyir, bəli, tanıyıram. İtaət edirsən? Deyir, bəli. Bizi necə tanıyırsan? Deyir, bəli, Peyğəmbər, siz, Əhl-i Beyt, hamısını tanıyıram. Oruc necə tutursan? Bəli, orucda tuturam, namazda qılıram, məscidə də gəlirəm. Fəqirəm də yoxumdur. Gəlmişəm, mənə kömək elə. İmam-ı Sadıq ağa buyurur ki, gəl onda sənə bir sual da verim. Əgər sənə bir vilayətin sərvətin versələr ki, əvəzində sən ona imanıvı verəsən, Allaha ibadətivi, Allaha imanıvı verəsən onun qarşılığında, razı olarsan? Deyir ki, xeyr. Deyir, iki vilayətin sərvətin sənə versələr, razı olarsan səndə olan imanı verəsən? Deyir, xeyr. Deyir, dünyanın sərvətin sənə versələr, sən razı olarsan imanı verməyə? Deyir, xeyr. Deyir, onda səndə bir şey var ki, o hər nədən qiymətlidir. O hər şeydən qiymətlidir. Dünyadan da, dünyada olanlardan da. Deməli, o səndəki olan qiymətlidir ki, onu heç nəyə dəyişmək istəmirsən də. Onlardan qiyməti az olsaydı çoxdan verə. Heç kəs razı olmaz ki, imanın, təqvasın verə. Buyurur, ona görə İmam-ı Sadıq ağa buyurur, sən demə mən yoxsulam. Sən dünyanın ən varlı insanısan, səndə olan heç kəs də yoxdur. Ona görə də insan gəlsə, Allahı qüdrəti ilə, özünü zəifliyi ilə etiraf eləsə, Allah ona rəhmətin göndərər. Və hər kəs Allahdan bağışlanmaq diləsə, Allah onu bağışlayar. Bax, bu ay Peyğəmbər buyurur ki, bağışlanmaq ayıdır. Nə qədər bacarırsınızsa, sübh, axşam 70 dəfə əstəğfirullah və ətubu ileyh deyin. Sübh açıldı, 70 dəfə əstəğfirullah de. Axşam oldu, əstəğfirullah de. Oturdun, durdun, Allahdan bağışlanmaq dilə. Axır bu ayın bir yerinə düşəcəksən də Allah səni bağışlayacaq. Olmaz ki, adamlar var, bir anın içərisində əstəğfirullah deyir, Allah bağışlayır onu. Hürr-i dilavər kimi. Dedi əstəğfirullah, qoydu Yezidi keçdi İmam Hüseynin tərəfinə. Bir neçə saatın içərisində qanı qatıldı Kərbəla şəhidlərinin qanına. Oldu hürr. Qəbir qoyur onu izzətin ən uca nöqtəsinə.